Ermənistanda parlament seçkiləri ilə əlaqədar səsvermə prosesinə start verilib. Az24 AS xəbər verir ki, ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb. Səsvermə axşam saat 20:00-da davam edəcək. Bundan sonra səslərin sayılmasına başlanılacaq. Məlumata əsasən seçkilərdə 2.489.031 vətəndaşın səsvermə hüququ var. Seçki prosesini izləmək üçün 71 media qurumu akkreditasiyadan keçib. Parlament seçkilərində iştirak etmək üçün 18 siyasi qüvvə, 16 partiya və 2 siyasi ittifaq qeydiyyatdan keçib. Əsas namizədlər indiki baş nazir Nikol Paşinyanın Vətəndaş Müqaviləsi partiyası, ikinci yeri Samuel Karapetyanın Güclü Ermənistan alyansı və üçüncü yeri keçmiş prezident Robert Köçəryanın Ermənistan alyansıdır.